investisiya, yəni Azərbaycan bankından müqayisə etsək, çünki Azərbaycan bankları mən görməmişəm ki, böyük investisiya fəaliyyətləri olsun. Bir ikisində var, o da belə bir məhdud şəkildədir. Amma misal üçün Amerikada banklar fərqlənirlər. Misal üçün qısa müddətli aktivlərini yerləşdirən banklar var. Yəni qısa müddətli qiymətli kağızları alıb satırlar, notları alıb satırlar. Və ya uzun müddət. Bəli. Qısa müddətli. Hə, onlarda şirkət açırlar. Bank məsələn Paşa bankın Paşa investisiya. Bütün bankların bəli, ayrıca investisiya şirkəti. Niyə? Çünki banka icazə verilmir. Birbaşa investisiya fəaliyyətindən məşğul olsun. Azərbaycan qanunu verici. Bizə də necə fəaliyyətə nəyə icazə verilir? Qiymətli kağızlara, bir də qiymətli metal daşqaşların alıb satılmasına. O ipoteka müqaviləsi nə cür yazılır? İpoteka müqaviləsi həmin o çıxarış gəlir. O çıxarışda olan danlıların nə kimi məlumat var da? Seriya nömrəsi, ünvan, kimə məxsusdur, torpaq nəqliyyatı, o hamısı köçürülür ipoteka müqaviləsinin müvafiq bəndlərinə kimi. Bu seriyada, bu şeydə, bu adama məxsus olan ipoteka müqaviləsinin predmeti zaten odur. Likvidliyi biz likvid dəyərlə çox zaman, yəni bir şeyin, misal üçün bir telefonun bazar qiyməti 2500 manatdırsa da, onun likvid qiyməti 1800 manatdır. Niyə? Yəni satdım deyəndə buna neçə verəcəklər? O likvid dəyərdir. Misal üçün bir evin qiyməti 250 mindirsə də, bu dəqiqə satdım, həmin dəqiqə pul qoysun, sonra evin qiyməti olur 170, yəni likvid dəyər 170-180. Banklarda likvidlik riski o deyil. Bankların qısa müddətli öhdəlikləri olur və əllərində vəsait olmalıdır ki, o qısa müddətli öhdəlikləri bağlaya bilsinlər. Yəni qısa müddətli kimdənsə də borc alır 5%-dən, o da onu qısa müddətli məqsədlər üçün istifadə edir. Deyək, valyuta əməliyyatları üçün istifadə edir, qısa müddətli kreditlər üçün verir. Bank öz işini elə qurmalıdır ki, onun mövcud halında qısa müddətli aktivləri, onun qısa müddətli passivləri, yəni öhdəliklərini bağlaya bilsin. O gəlir oturur New York birjasında, hamı deyir ki, George Soros gəldi. Niyə? Çünki adam ömründə 1992-ci ilin 16 oktyabrında, yoxsa sentyabrında, dəqiq tarixi yadımda deyil, İngiltərənin mərkəzi bankını çöküzdürən insan kimi tarixə düşübdür. O vaxt hələm evro yox idi. Alman markasından funt sterlingə qarşı bir bazarda oyun oynamışdı. İngiltərənin mərkəzi bankı çökmüşdü. Bu da bir gündə 1 milyard dollar qazanan adam kimi tarixə düşmüşdü. İqtisadi qanunlardan əlavə şəriət qanunlarına tənzimlənir. Bank sisteminin ənənəvi bank sistemi, İslam bank sisteminin də ənənəvi bank sistemindən eynilikdir. Hər iki sistem nə qarmaq istəyir? Pul qazanmaq istəyir.